Ay mama gör nə olub? Getmişəm marketə, dedim day papa evdədir. Gedim bir kola alım, çıxım gəlim. Papa da evdə. Papa şeyi təmizləyirdi axı o dəmir-dümürlər, nə bilim, çəkic-məkic olan yerlərini, başını qatmaq üçün. Götürüb oradan da bəzi şeyləri indi aparıb zibil atmağa. Qapını da açıq qoyub. Gəlib evə girəm nə? Bir dənə adam oturub qonaq otağında. Sizin də otaq şifonierlərin hamısının içini açıb, töküb, otağınız bilsən nədir? Aləm deyib bir-birinə. Sonra kameradan baxdım, 2 nəfər. Biri gedib, biri də qalıb qonaq otağında. Nə qədər eləm kişi çıxmır otaqdan. Şəklini atın bax yenə. Kız Rafael'den zaten kim var evde? Necə yana çıxmır? Piyandı, alkaşdı, nədir? Otaqları gəzərlər birdən. Nəysə bir şey zat götürürlər eləyər. Zülü yoxdur evdə. Da alkaşdı da, bomujdu, ayaqqabı ilə gəlib çıxıbdı. Kişi nə qədər tərpədirəm, durmur ayağa ki, çıxardım, rədd eləyim bunu. Zülü yoxdur evdə. Otaqların hamısını qarışdırıblar. Şifonierlərin hamısı bütün paltarları atıblar. Yoxdur evdə, yoxdur. Şəkəri sadı qalxar indi mamanın. Mama montajdı, montaj. Bilirsən nə var? Bütün bədənim əsiri, eşək balası eşək. Mən də Zülüyə deyirəm, ev adam girib şəkilin at mənə. Hə. Geç qızı geç, elə zarafat olur. Demək sənin fikrin məni öldürməkdir. Ayda hara getdi çıxdı? Bəs sən bilmirdin ki, nəvəvi yanıba alıb qızımın evində gedib oturub kef eləyəndə Tünzayə də evdə ancaq onu elə, bunu elə. Mən də elə eləyəcəm. Yaxşı eləyəcəm. Bir gir də içəri. Uğruna gedib. Səyir. Atıram. Gir hələ böyük otağa bax. Ayaqqabı ilə sumka qucağında yatıb. Dönüş deyir, sizin otaqda deyir, hamısı şifonyer zad açıq, alt üst deyir. Kameradan baxdım ki, 2 nəfər olur. Biri gedib, biri qalıb içəridə. Nə qədər eləyirəm, çıxmır.